Hər kök insan diabetli deyil, amma diabet riski daşıya bilər. Köklük, artıq çəki çox vaxt dərhal diabetlə eyniləşdirilir. Bu doğru yanaşma deyil. Amma başqa bir həqiqət də var ki, bədəni daşıyıcı kimi düşünsək, yük artdıqca mühərrikimiz daha çox işləyəcək. Qarın piylənməsi zamanı insulin daim yüksək səviyyədə çalışır. Bir müddət dözür, amma sonra cavab zəifləməyə başlayır. Bu mərhələdə insan hələ diabetli olmaya bilir. Hələ şəkərli diabet yoxdur, amma risk artıq başlayıb. Eyni çəkidə iki insan ola bilər, biri sağlam, digəri insulin rezistent ola bilər və ona görə də risk təkcə çəkiyə görə ölçülmür. Bu zaman bel çevrəsi, ailə tarixçəsi, hərəkətsizliyi, qan dəyərləri hamısı birlikdə qiymətləndirilir. Bu videonu paylaşaraq riskin hələ olduğundan xəbəri olmayan insanları araşdırmaq, onların fərqində olmasına səbəb olmaq və erkən skrininqə cəlb etməklə yardımcı olacaqsınız. Özünüzə yaxşı baxın, videonu bəyənməyi və səhifəmizə abunə olmağı unutmayın. Sağ olun.